kalır. Gül kimi sulardın, sen olmasaydın sönerdi ruhumun ümit ışığı. Zulmette kalardım sen olmasaydın. Bizi sen benim ömrümün güneşi, ayı, talihin verdiği saadet payı. Sen benim eşkimin müsam denizi, talih ayrılığa salmasın bizi. Əsmər! Həyətdə yoxdur? Yox, yoxdur. Lalə, bəlkə Fuad gəlib, onunla gizlicə görüşür. Fuad. Bu qız yenə Fuadla görüşür. Başqa ara gedə bilər ki. Qoy həyətin ətrafına bax. Əsmər! 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 O da Əsmər gəlir. Əsmər, nə olur? Başım ağrır. Yaxavı düzəlt. Hardaydın? Neyinirdin orada? Heç nə, oturmuşdum burada. Kimsə tutdu, başımdan arxaya çəkdi. Heç nə yadımda deyil, başım ağrıyır. Sən yenə onunla görüşürsən. Sənə dərs olmadı. Nə görüşmək, nədən danışırsan sən? Bəs hardaydın? Dedim axı, oturmuşdum. Başımdan kimsə tutdu, arxaya çəkdi. Heç nə yadımda deyil. Boyun bağın hanı? Nə bilim, boynumdaydı. Bəlkə otluqda düşüb. Ola bilər. Ne olub orada? Ne səs-küydü? İndi gəlirik ata.
Tez gelin içeri. Gel görüm. Geç içeri. Ha, Ne oldu? Götürebildin? ha götürdüm. Görsən, səni biraz sıxanda başın işləyir. Sonra desən işini eləyə bilmirəm. Bəsdir. Görən olmadı ki səni. Yox, görmədilər. Amma öz aramızdır. Qəşəng baldızım var ha. Az danış. Məni də birdən narahat eləmə. Alo. Elnarə. Bugün elə bir mən dediklərimi verməliydin. Abi mənə dəxli yoxdur. Mənə bu gecə pul lazımdır. Hardan istəyirsən tab, mənə dəxli yoxdur. Mən bu gecə o pulu səndən alacam. Başa düşdün məni? Bilirsən ki, eləyərəm də. Bilirsən ki, gəlib evdən alaram pulu səndən. Sən mənə borclusan. Bunu yadında saxla. Axşam zəngibi gözləyirəm. Hardan istəyirsən tap, mənə maraqlandırmır. Neysə, zəngibi gözləyəcəm. Nədir? Nə var axı? Mən buradayım. Həyətdə bir setkanın yanında. Tez bir şey tap, gətir. Təcili. Uşaq yatır. Yavaş yavaş yatızdırıram. Yox, dedim hava yaxşıdır, gedəcək. Yox, nə var həyətdə? Soyuq olar. Yəni ki... Açıq elim, mənim də biraz ürəyim. Bura bax. Sən get, mən uşağı yatızdırıb gələrəm, yaxşı? Aha, bir məsələ var, onu dəqiqləşdirməliyim. Yaxşı, mütləq. Mən çaylar apardım, yaxşı. Eşidirsən məni? Ha. Qulaq as. Baldızım indi düşəcək həyətə, bisetkaya. Baldızımı neynirəm sən? Özün gəl. Qulaq as. Onun boynunda bahalı brilyant kulon var. Götür onu get. Əl çək məndən. Eşitdin? Yaxşı. Sən dedi mənim başıma bəla oldu.
toz olmasın. Toz olmasın. Sağ ol İmam. İmam. Sen daha gileneye geçmiştin. Sənə görə Neye göre? getdim ki, toyu tezləşdirim. Doğrudan. Daha ne dedi? Dedi ki, He, ama ürəyim üzmədə dedi. dedi ki, sənin oğlun Teymur axır zamanlar çox dələdüz olub. Gündə bir hoqqa açır başımıza. Qızı da sənə verməyə desən peşmandır. Birdən kişinin fikri də dəyişər. Bundan sonra sən gərək ağıllı olasan. Kişi səni özünə daha yaxın bilsin. Qızı sənə verməyə peşman olmasın. O Elmandır kimdir? Gedib oturub şirkətdə dayımın işlərini görür. Güya sən ondan fərasətsizsən, hə? Dayı dedi də sabahdan niyə qarışır? Dedi, dedi lap yaxşı. Git, ağlıvı yurt başıva, yaxşı-yaxşı işlə. O da görsün ki, sən ondan ağıllısan, fərasətlisən. Qızın da verər sənə, səni də eləyər mavin. Görər ki, pulu malı başqasına yox, öz bacısı oğluna qismət olur. Süper var İmam. O elmanı da tutaram qolağımdan, iti qovan kimi qovaram, zəhləmə sifətinə deyil. Bəsdir, gedən kimi davaza salma, bildin? Gerçekten. Kişinin belə şeylərdən zəhləsi gedir. Xeyr olmaq lazım. Nərət onu qulağım. Karanlıkta burada niye dayanmasın? Ne oldu? Hastalanmışsın ha? Yox. Yaxşıyam. Narahat olma. Eldar, gel gedək buradan. Niye ki? Bilmirəm. Getmək istəyirəm. Hara? Fərqi yoxdur. Amma gedək. Mən qorxuram Eldar. Çox qorxuram. Kimden korkursun? Səndən. Hərdən mənə elə gəlir ki, bu evdə 2 Eldar var. Biri ürəyimin bir parçası. O birisi yad bir varlıq. Birini sevirəm. O birindənsə qorxuram. Çox qorxuram. Hərdən sən evə gələndə mən elə vahimə basır ki, qaçıb gizlənmək istəyirəm. Harda olur olsun. De ki gözünə görünməyim. De ki gözünə sataşmayayım. Elə bilə evə buz parçası girir. Ətrafda nə varsa hamısını donduracaq. Özü kimi bir buz parçasına çevirəcək.
heyvana biraz təmiz hava al. Sakitləş gəl. Otağıma gel. Gel. Buyurun İskəndər müəllim. Dünən mühasib qovulu gətirib. Hardadır o? İskəndər müəllim, dünən siz çıxan kimi elə o da qovulu götürüb çıxdı. Başa düşmədim. Sənədlərini yapar. Tez onu çağır bura. Baş üstə. Alo. Nə kim? Ha, başa düşdüm. Eşidirəm. Yaxşı, birazdan gələrəm. Çox sağ olun. İskəndər müəllim, baş mühasib işə gəlməyib. Telefonuna da zəng çatmır. İşə niyə gəlməyib? Belə qudurub. Gör haradadır. Evin adam göndər. Tez gəlsin bura. Baş üstə. Salam doktor, olar? Salam, buyurun əyləşin. Nəsə olub ki, doktor? Lalənin səhhətində problem çıxıb? Yox, elə bir şey yoxdur. Amma başqa bir məsələ var. Nə məsələ? Sizin xanımınız deyəsən uşaq istəmir. Elə şey olar, necə yanı istəmir? O gün gecə götürdüyümüz qan analizlərin cavabı indi gəlib. Sizin xanımın qanında bəzi maddələr var ki, uşaq salmaq üçün dərmanların tərkibində olur. Özü də yüksək dozada. Görünür ki, həmin hadisə baş verməmişdən biraz əvvəl içib. Siz nə danışırsınız, doktor? Ola bilməz. Yəni, dediyim odur ki, o dərmanı atmasaydı, biz o uşağı sağ saxlayardıq. Doktor, olar bu kağızı mən götürüm? Əlbəttə, buyurun. Çox sağ olun. Çox sağ olun. Çox sağ olun. Sağ olun.
Rəhim dayı. Salam Elman mən. İndi məlum oldu Lalə niyə uşaq salır. O uşaq salmaq üçün dərman içir. Lalənin analizlərinin cavabıdır. Bu gün gəlib. Siz məni öldürsəydiniz bundan yaxşı idi. Mən sizə həmişə sədaqətli olmuşam. Amma siz hər şeyə görə məni günahlandırırsınız. Axı sizin necə ağlınıza gələrdi ki, mən ona əl qaldıraram. Mən onu canımdan çox istəyirəm. Amma o məndən uşaq istəmir. Qəsdən salır uşağı. O məni övladsız qoymaq istəyir. Bir yerdə ki, mənə etibar yoxdur. Mən daha orada qalmaram. Hər il son zəngdə məktəbdə yığışırıq. Uşaqların hamısı gəlir. Qızlarımız demək olar hamısı ailə qurublar. Bu ildə Fidanla Cəmilə ailə qurublar. Zəhranın 2 qızı var, Səmayənin də bir oğlu. Sən bildin, Cəbərlə Ayda keçən il ailə qurdular. Doğrudan? Axı onlar məktəb vaxtı yola getmirdilər. Elə onlar indi də yola getmirlər də. Haca bağırsan dalaşırlar. Bir də görsən Ayda zəng eləyir. Ürəyini boşaldır. Deyir qırışmışıq. Üstündən 2 saat keçməmir zəng eləyib deyir ki, mənə hədiyyə aldı barışdıq. Onda belə çıxır ki, hədiyyə sərf edir də dalaşmaq. Hə? Hə də elə çıxır. Bəs sən niyə gəlmirdin? Uşaqlar sənə zəng edirdilər, amma sən heç vaxt gəlmirdin. Mənim Bakıda işim çox olurdu, ona görə. Bakıda? Olar səndən bir şey xahiş edeyim. Əlbəttə. Bakıdakı o qızın şəkillərini ver də mənə. Niyə ki? Niyə emirsən? Hı? Şəkilləri, hədiyyələr, hər nə varsa, hamısını ver mənə. Bir dənə də qalmasın. Yaxşı? Yaxşı. Yalan demirsən ki? Yox.
İstəyirsən gedək parkdakı yerləncələrdə yerlənək. Sən axı yerləncədən qorxurdun. Daha qorxmuram. Çünki sən varsan. Niyə, gedək? Gedək. Garajıma bax lan. Belə garaj olur ha? Belə garaj olur. Ha, qadan alım, qaraj elə belə olar da. Səni qıramıram, günah elmandadır. İpinizi boş bıraxıb, istədiyinizi eləyirsiniz. Bundan sonra belə olmayacaq. O bokslara niyə əl gəzdirmirsən? Ay qadan alım, ay başıma dönüm, onu keçəni düzəltdik da. Ha, gördüm, keçən nəfər düzəltmişsiniz. Şiferlərə bax, hamısı qırıq-qırıq. Pılı basıb yeyirsiniz, 2 dənə mux vurursunuz, bizi yola verirsiniz. Hə? Ağıllısan sən? Adam kimi işləyəsiniz. Bu nə sözdür? Buradakılar məyər eşşəkdir? Ya mənim beynim sönəcək, burada kimisə vurub. Ya da sizi iti qovan kimi qovacam burada. Alo, Elman. Ha, bu xəstəni kim göndərib mənim üstümə? Ha, bu şefin bacısı oğlunu deyirəm da, it oğlu iti. Ha, bizi işdən qovlamaqla hədəliyir ha bu. Ha, sana Allah bir adam tapır, onu başa salın, bir də mənim üstümə gəlməsin bura. Yaxşı? Yaxşı. Ha, yaxşı, yaxşı. Çok ay oğlu, it oğlu iti. Salamat ol. Bu nədir? Qanun ölüzləri. Bunları sənə niyə veriblər ki? Sən uşaq salamaq üçün dərmanlar atmışsan. Nə? Yox. Ha, bax burada hamısı yazılıb. Sən dərman atırsan. Sən qəsdən uşaq salırsan. Doğmaq istəmirsən. Məni bilə-bilə nəvə üzünə həsrət qoymaq istəyirsən. Nə danışırsan adı? Deməli, sən qəsdən uşaq salırsan. Uşaq salmaq üçün dərmanlar atırsan. Heç utanırsan. Allah. Tamam mən... Bilirəm. Mənə görə eləyirsən. Mənim acığım eləyirsən bütün bunları. Sən nə danışırsan ata? Mən neçə illərdir ki, uşaq üzünə həsrətim. İndi də mən belə ittiham edirsən. Sən necə dilin gəlib mənə bu sözlər deyirsən? Necə? O uşaq üçün mən həyatımdan keçərdim. Məni həyatda saxlayan yeganə ümid nə vaxtsa uşağımın olmasıdır. O mən yeganə ümidim ola bilər.